Hacıqabul rayonu ərazisində minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzasında ölənlər və xəsarət alan olub. Kanal 10 TV Azərbaycan xəbər verir ki, hadisə günorta saatlarında Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisində qeydə alınıb. Hadisə zamanı Hyundai markalı və Azər markalı avtomobillər toqquşub. Qəza nəticəsində Sabir Malik oğlu Abbasov və Nəcabət Nəbi qızı Abbasova hadisə yerində ölüblər. Meyitlər müayinə olunmaq üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Şirvan şəhər şöbəsi üzrə təhvil verilib. Hadisə zamanı xəsarət alan Tutuxanım Abbasova Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.